اللهم صل على محمد وآل محمد. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين والعاقبة للمتقين والصلاة والسلام على سيدنا ونبينا وحبيب قلوبنا وشفيع ذنوبنا أبا القاسم محمد. اللهم صل على محمد وعلى آله الطيبين الطاهرين ولعنة الله على أعدائهم أجمعين. Bağışlayan və mərhəmətli olan Allahın adıyla, əziz qardaşlar, müsəlmanlar, mən sizləri ilk öncə bu müqəddəs məkanda Əhl-i Beyt nişanəsi, İmam balası, şəhidin məsəlində Allahın salamı ilə salamlayıram inşallah. Cümə günüdür, cümə ibadətindən tamamladıq. Cümə gününüz mübarək və bərəkətli olsun inşallah. Allah mütəal işlərinizdə müvəffəqiyyətlər bəxş etsin. İlkin olaraq özümə, sonra sizlərə ilahi təqvanı tövsiyə edirəm. Allah mütəal sizləri, bizləri və əzizlərimizi ilahi təqvadan ayrı salmasın. İlahi təqva yəni günahları dərk etmək, günahlardan tövbə etmək, günahlardan çəkinmək. Allah bizləri inşallah bu yolda sabit qədəm qərar versin inşallah. Bu günümüzün xütbəsi Məbəs bayramı ilə, Məbəs günü ilə bağlıdır. Bildiyiniz kimi bu ərəfədəyik. Məbəs günü çox önəmli və möhtəşəm, möhtəbər günlərdəndir. Rəcəb ayının günləridir. Və eyni zamanda həmçinin Qur'anın nazil olan bir gecəsidir. İki bayram bir aradadır. Biz bəzən sağ insanlara da, yəni ki, dünyası dəyişmişlərə də, elə insanlara ki, dünyadadır, onlara mövlud keçirir. Ancaq ki, məhz bu günlər həm Qur'anın, həm də nübüvvətin mövlududur. Mən bu günlər münasibəti ilə sizləri təbrik edirəm. İnşallah bərəkətli olmasını dua edirəm sizlərə, əziz qardaşlar. Nübüvvət, yəni bəşər üçün bir Allahın lütfüdür. Nübüvvət, yəni peyğəmbərlər, peyğəmbərlik, o silsilədir. Nübüvvət, bəşər üçün bir Allahın lütfüdür, Allahın rəhmətidir. Məbəs tək İslam peyğəmbəri, bizim peyğəmbər üçün deyil, məbəs bütün peyğəmbərlərdən ötədir. Məbəs yəni peyğəmbərlik məqamına gətirilmək, peyğəmbərliyə onun müjdəsi verilmək. Yəni məbəs budur. Bütün gəlmiş günə kimi də, yəni Peyğəmbər əleyhissalama kimi gəlmiş peyğəmbərlərin hər birinə aiddir məbəs günü. Peyğəmbərlər ümumən məsum olarlar. Peyğəmbərlər xətasız olarlar. Peyğəmbərlər siddiq olarlar. Peyğəmbərlər yüksək zəka sahibləri olarlar. Peyğəmbərlər elmli olarlar. Ən kamil insan nümunəsi olan peyğəmbərlər. İmam Cavad əleyhissalamın bir məşhur hədisi var ki, bunu hamı bilir, istifadə edir. Biz də indi düşündük bu xütbəni hazırlayarkən bu hədisdən istifadə edir. Çox möhtəşəm hədisdir. Bu məbəs gününü insanlara gözəl tanıdır. İmam Cavad əleyhissalam deyir ki, bu elə günlər içində elə bir gün və gecələr içində elə bir gecə var ki, günəşin düşdüyü hər bir yerdən faydalıdır. Yəni günəş hara toxunmur ki, yer üzündə az yer olar ki, günəş ora toxunmasın. Günəşin düşdüyü hər yerdən faydalıdır, xeyirlidir. Və bu İmam Cavad əleyhissalamın bu günahda bir hədisidir. Mənəviyyat, yüksəliş, nur, biz bu sözləri işlətdikdə biz Quran fikirləşməliyik. Biz ilk öncə mən Quran haqda bir deyib, sonra keçəcək yenə məbəslə bağlı, Peyğəmbərlə bağlı söhbətə. Əslində, həm o gecədəki Hira mağarasında Peyğəmbər əleyhissalamın ibadət edərkən ona Cənab-ı Cəbrail nazil oldu. Bu Hira mağarasında, o şükür Allaha, həcdə olan qardaşlarımız olub orada, Allah nəsib eləsin olmayanlara da. Hira mağarasında ki, Peyğəmbər əleyhissalam ibadətdə idi və o anda ki, ona Cənab-ı Cəbrail nazil oldu və bu ki, birinci qaydacam olar, nə oldu, nə dedi. Və sonra Peyğəmbər Rasulullah gəlir evə, xanım Xədicə salamullah aleyhə ilə məsləhət edir və mənə vəhy oldu, mənə belə bir şey yaxınlaşdı, belə bir şey baş verdi. Xanım dedi ki, and ola sənə vəhy göndərənin adına mən bunu gözləyirdim. Xanım Xədicə yüksək məqamlı bir insan oldu, həm İslama görə, həm Peyğəmbərin həyatında. Deyir, and ola onu göndərən adına, o vəhyi göndərən, mən bunu gözləyirdim illərdir. Deməli, ən böyük qurtarıcı, ən böyük xilaskar düşünəndə biz Quranı düşünməliyik.
Həqiqətən də Quranı dərindən anlasaq, Quranın elə yüngül səthi üstündən oxuyub keçəndə də görürsən ki, məqsəd səni xilas etməkdir. Məqsəd səni düz yola yönəltməkdir. Heç bir məqsəd yoxdur orada. İnsan kimi normal, kamil insan yetişdirməkdir orada məqsəd. Normal cəmiyyət qurmaqdır orada məqsəd. Yəni, Quranı diqqətlə izləsək, baxsaq budur. Quran bir möcüzədir ki, onun misli tayı bərabəri yoxdur. Doğrudan. Bütün peyğəmbərlərə özlərinə məxsus möcüzələr endirildi. İsa peyğəmbərə, Musa peyğəmbərə, Davud peyğəmbər, bütün peyğəmbər, Adəm peyğəmbərin özləri bizim sonuncu peyğəmbər Muhammed sallallahu aleyhi və səlləmə göndərilən möcüzə məhz Quran idi. Deyir ki, əgər bacarırsınızsa da bu Qurandan bir ayə, sonra böyük bir ayə götürün, onu ortaya ərsəyə gətirin, ortaya çıxarın. İstəyirsiniz cinləri çağırın, istəyirsiniz bütün kainatdakı insanları kömək, Quran ayəsində, namaz bilirsin. Mümkün deyil. Qurana ziyan, ümumən tabət Quran gələndən bu günə qədər Qurana ziyan vurmaq istəyirlər. Quranı sıradan aparmaq istəmişlər. Tarixən var, bu gün də Quran yandırırlar, nə bilim, hərə çıxır bir söz danışır, indi hamımızın hər şeydən xəbərimiz var. Mümkün deyil bunu eləmək, mümkün deyil. Quran 23 il ərzində hissə-hissə nazil oldu. 23 il ərzində hissəsi. İlk o ki, biz dedik, Hira mağarasında nazil olan nöqtə, Allah mütəal ki, orada Cənab-ı Cəbraili göndərir ki, Peyğəmbər əleyhissalama vəhiyləsin. Orada nə ilə başlayır? O gözəl ayə oxu kəlməsi. Mən tərəfdə demək, iqra bismikə, oxu. Allahın insanlara göydən yerə endirdiyi ilk tələb, ilk söz, ilk göstəriş oxumaqdır. Qardaş, oxumaqdır, elmli olmaqdır. Bu ən gözəlidir. Elmli insan hər şeydən üstündür. Görün nə gözəl olar. Baxın, bir müsəlman təsəvvürünüzə gətirirlər. Quran elmini gözəl bilir. Bir əlində Qurandır, bir əlində fizika kitabıdır, bir əlində astronomiyadır, bir əlində kimya kitabıdır. Yəni, bu ən gözəl hal olar, düşünürəm ki. Hamısını, o ikisini də, bu dünyavi elmi də, bu Quranı da, İslami elmləri də bir araya gətirsə, görün nə mükəmməl adam olar. Biz bu yaxınlarda iştirak edən qardaşlar bilirlər, bir cavan alimimizi təqdim elədim, tanıtdıq sizə, tanıyan tanıyırdı, tanımayanlar da tanış oldu. Nə gözəl, adamın 40 yaşı var, dünyanın 10 ölkəni saymaqla oxuyub qutara bilmirdim. Onlarla ölkəsində onun əsərləri material kimi istifadə edir, dünya alimləri, Elnur müəllim. Bugün yoxdur, hər cümə burada olur. Yəni, bu günlərin bu alimin belə Əli Quranlı, dinlə məlumatlı olman cəmiyyətə nə ziyan var? Cəmiyyətə xeyirdir ki, mən düşünürəm ki, başqa cür ola bilməz. Quran deyir ki, ən çox Allahdan qorxan alimlərdir. Quran deyir, ən çox Allahdan qorxan alimlərdir. Peyğəmbər əleyhissalam buyurur ki, alimin yatması abidin məsciddə ibadət etməyindən üstündür. Başqa bir hədisdə deyir ki, alimin 2 rükət namazı abidin 70 illik ibadətindən artıq üstündür. Yəni, bu alim, elm, oxu kəlməsi və bunun hamısı bir-birinə zəncirvari bağlıdır. Quran az sözü ilə böyük bir mənalar gətirir. Baxılıqda baxanda görə bir kitabdır da, amma bir kitab balaca da, orta bir kitab olmağından da böyük bir mənalar var. Siz təsəvvür edin, bir Qurandır da, yəni müəyyən səhifədən, biz keçən dəfə də müəyyən ayələrdən ibarət, surələrdən ibarət Quran kitabı, 114 surədən ibarətdir. Bu günlərim ona təfsir yazılır, 20 cilt kitab eləyir. Buradan bir kitabxana tutab bilmir o kitabları. Quran bu deməkdir, yəni az mənayla böyük bir hikmət verir bizlərə. Quran yeganə kitabdır ki, Quran həm insanın beyninə, həm ruhiyyəsinə təsir edir. Nə demək istəyir burada? Bu demək istəyir ki, deməli, əsərlər var ki, insanın beyninə toxunur da, oxuyursan, tanış olursan. Əsər var ki, Quran amma insanın həm ruhiyyəsinə, həm beyninə toxunur. Məsələn, mütəxəssislər deyir ki, Nizami Gəncəvinin, Füzulinin əsərlərini oxuyarkən, insan, məsələn, Nizaminin Leyli və Məcnun əsərini, Nizaminin Leyli və Məcnun əsərini oxuyanda insanın bir növ elə beyninə təsir edir, deyir o. Füzulinin Leyli və Məcnun, Füzuli biraz irfan üzərində ya o işi qoymuşdur. Füzulini oxuyanda insan deyir, qəlbinə toxunur, ruhuna toxunur. Amma müqəddəs Qur'an-ı Kərim insanların həm qəlbinə, həm beyninə toxunur. Bax, bir elementar misal deyim. Hamınız əhli imansız, maşallah olsun, məclislərdə olursunuz. Bir Quran oxunur. İndi mənim özüm də yəni onu mükəmməl deyim ki, yəni bilmirəm. Bir Quran oxunur.
ərəbcə bilən, yəqin ki, düşünürəm az olaraq. Xoşumuza gəlirmi? Beynimizə də, ruhumuza da girirmi? Yəni, budur da. Bu başa düşmədiyin dildə oxuyanda belə insana ləzzət verir. İnsan ruhuna, qəlbinə, beyninə, şuurun altında təsir edir. Budur da, bunu demək istəyir Quran. Bütün bu möcüzələri bizə çatdıran kimdir? Allahın Rəsulu. Allah onu seçir, onun vasitəsindən bu möcüzələri bizə çatdırır. Deməli, bu Quranla bayaq dediyimin mübarizə. Tarixdə var, bilirsiniz ki, xəlifələrdən biri dəvət edir bir neçə dənə ədəbi. Ümumiyyətlə, bu Quran ədəbi janrında, ərəb ədəbi janrında təxmin, klassik dilində yazılıb. Bir neçə ədəb çağırır, deyir ki, gedin siz də bu oxşar bir şey yazın, yaradın. Buna bir məna, bunun oxşarını verin ki, mən bu Məhəmmədin yumumla ağzını, bu İslamı dayandıraq. Bunlar gedirlər, o bir neçə ədib, o dövrkü tanınmış şairlər, elm adamları, başlayırlar, bunu araşdırırlar, gəlirlər o tapşırıq verən yanına, deyirlər ki, ay rəhmətliyin oğlu, rəhmətliyin oğlu da deyil. Ay kişi, sən bizə deyirsən ki, ged ona bir oxşar yaz o Qurana. Oxşar yazmaq qalsın qırağa, biz az qaldıq, iman gətirək bu kişi buna. Oxuyur, adam deyir, ruhdan çıxır, adam təmiz dünyasını dəyişir. Biz buna dedi, az qaldıq iman gətirək, sən desən, gedib bunu oxşarını yaz. Yəni, bunun başını bıraxırlar. Allah deyir ki, Quranda Allah və Rəsuluna itayət edir. Bu bir vacib buyruqdur. Bu günlərim deyirlər ki, bizə Quran yetər, müəyyən təriqətlər. Yəni, Quran elə. Rəsulullah deyir, insan olub, dünyasını dəyişib gedir. Quran deyir ki, öz Quranın ayəsidir. Allah və Rəsuluna itayət edir. Bir mənalı olur. Quran bizə Peyğəmbərini tanıtdığı kimi, Peyğəmbərə ən gözəl, bizə Quran Peyğəmbər tanıdır, Peyğəmbərə də Quranı ən gözəl Allah tanımışdır ki, o bizə onu görür. Məhəmməd sözünün mənası təriflənmiş deməkdir. Məhəmməd sözünün təriflənmiş. Allah Peyğəmbərini Quranda gözəl tanır. Əshab surəsinin 6-cı ayəsində Allah buyurur, Bismillahirrahmanirrahim. Peyğəmbər möminlərə özlərindən daha yaxındır və üstündür. Peyğəmbərin möminin özündən, malından, hər şeyindən ən üstün və yaxın Peyğəmbər. Bu Quran ayəsidir. Əshab surəsinin 6-cı ayəsi. Quran bəzən də Peyğəmbərin şəxsindən danışır. İndi məqamı, o missiyası öz yerində, bəzən də onun şəxsindən danışır. Deyir, ey Peyğəmbər, sənin çox, Quran ayəsində, sənin çox əzəmətli bir iç aləmin var. Qəlbin var, xulq deyirlər də, xulqun var. Yəni, gör nə deyir, sən çox əzəmətli, çox gözəl qəlbin var, xulqun var. Peyğəmbər bütün həyatı dövrü, yaşadığı dövrü bir örnək olub cəmiyyətə. İstər uşaqlıq dövrü, çox tərbiyəli, çox zəkalı, çox əxlaqlı bir uşaq olur. İstər o cavanlıq dövrü, yeniyetmə dövrü, çox etikalı bir insan olaraq cəmiyyətdə tanınır. İstər ibadət elədiyi o müəyyən məqama çatır, müəyyən yaş dövrünə çatır. O dövrlərində ədalətinlə, o ticarətçi də olur, ticarətlə, o dövrdə ədalətinlə, o dövrdə insanlara münasibətinlə, rəftarınla, ibadətində imanınla, hər növ insanlara bir nümunə olur Peyğəmbər əleyhissalam. Allah ayəsinin birində belə deyir, Bismillahirrahmanirrahim. O sizlər üçün gözəl örnəkdir. Baxın, yenə bir daha bizi döndərir ona. Necə ki, nümunədir, necə ki, insanlığın şahıdır, yaranışın nümunəsidir, rəhmət Peyğəmbəridir. Yenə də deyir ki, o sizlər üçün gözəl örnəkdir. Yəni, onun həyatına baxın, örnək götürün. Çalışın onun kimi olun. Peyğəmbər rəhmət Peyğəmbərdir. Baxın, görən dünyanın elə bir yeri varmı ki, orada gündə 5 dəfə Əşhədü ənə Muhammedən Rasulullah kəlməsi səsləndirilməsi. Bunun özü bir işarə deyilmi? Yəni, dünyanın harasında ola bilər ki, o çəkilməyə bu adı. Və mən söhbətimizi yekunlaşdırıram, ən gözəl yerlərinə toxunacağım məsələnin. Allah Quranda, ümumiyyətcə bilirsiniz də, Quranla tanışlığınız var. Allah Quranda and içir, dəfələrdə, nəyəsə də. Onu ağaca, bitkiyə, qeyrə, göyə, səhərə, axşama and içir. And içmək nə mənasına gətirir? And içmək odur ki,
onun bərəkətini göstərmək istəyirsən, onun üstün olmasını nəzərə gətirsən. Yəni deyirsən, filan şey bu deyirsən, bu deyil, bu söz yəqin lazım olsa. Elə bizim öz aramızda da. And içəndə daha tez insan diqqət çəkir və inanır. Amma Allah Quranda Hicr surəsinin 72-ci ayəsində belə buyurmuşdur. Bismillahirrahmanirrahim. Ey Peyğəmbər, and olsun sənin ömrünə. And olsun sənin ömrünə deyir. Allah Peyğəmbərin ömrünə and içir. Demir, canına, ömrünə. Peyğəmbərin ömrü tükənmir, Peyğəmbərin ömrü davam edir. And olsun sən, niyə? Çünki ona bərəkət verdiyi üçün ondan. 1450 ildən çox keçir. 1450 nə qədər vaxt keçir. Bugün baxaq görək, bu ömrün bərəkəti, bax dediyim o söz, Əşhədü ənə Muhammedən Rasulullah harda deyilir? Nə gör əzəmətli sözdür. Namazda kimliyindən asılı olmayaraq, təriqətindən asılı olmayaraq Peyğəmbərə salam versin. Əssalamu aleyke eyyuhan nəbi və rəhmətullah və bərəkət. Bu gözəllik deyilmi? Bu adamın yüksək olmağı demək deyil, bu adamın harada durduğunu görsətmirmi? Yüksəkliklər çoxdur dedik, o bir dənə bir gözəl yerindəyim məsələnin söhbəti bağlayaq. Peyğəmbər, bayaq deyilmi, ömrü bərəkətlidir. Peyğəmbər bu gün də bizdən yaşayır. Hər namazdan sonra, bax incənə 5 dəqiqə bundan qalaq. Burada bir oğlan oturmuşdu, nə dedi? Quran ayəsi oxudu da. Peyğəmbər, o qardaş nə dedi namazda? Bizim el arasında təsbih ayəsi, salavat ayəsi deyirik də. İnnəllaha və mələikətü yusalluna alən nəbi, ya eyyuhəllezine amanu, sallu aleyhi və salli mutaslimə. Salavat. Allahumma salli ala Muhammed və ali Muhammed. Peyğəmbər Quranda deyir. Mələklərə buyurur, əmr edir. Sonra biz insanlara əmr edir ki, Peyğəmbər Aleyhisselam'a salavat deyil. Mən məxsusən də bu günlərin ən gözəl əməllərindən də biri, inanın o qədər savabı var, o qədər fəziləti var. Çalışaq Peyğəmbər Rəsulullaha çoxlu salavat gətirək. Durduğumuz yerdə, otduğumuz yerdə bu gözəl ayı yekunlaşırıq. Allah bizlərə inşallah mübarək Şabanı nəsib eləsin. Şaban ayını yaşamağı, Şaban ayını ibadət etməyi, Şaban ayında bağışlanmağı, Allah o savabı əldə etməyi Allah bizlərə nəsib eləsin. Allah bu gözəl mübarək Məbəs bayramı günündə, Qur'anın, Peyğəmbərin peyğəmbərlik verilmə günlərində, Qur'anın mövlud günlərində bizləri inşallah islah eləsin. Bizlərin dua və ibadətlərini qəbul eləsin. Bizi bir toplum, bir millət, bir xalq olaraq həmişə vəhdətdə eləsin. Bizləri hifz eləsin. Bizlərin imanını kamil eləsin. Bizləri əhl-i beyt davamçılardan qərar versin. Vəhabi ideologiyasını, Vəhabini məhv və nabud eləsin. Bu gözəl məqamı inşallah öz amanında saxlasın. Sizlər də və bizləri də inşallah daim burada görüşməyə Allah bizlərə nəsib eləsin. Amin. Biri-birimizin ibadətinin qəbuluna, salamatçılığımıza bir salavat. Allahümmə salli ala